Dashboard mövzusunu davam edirik. Keçən dərsdə 2 dənə pivot cədvəlini yaratdıq. İndi 3-cü, yəni satıcı pivot cədvəlini yaradırıq. Bunun sürətini çıxardıram. Bu vərəqin sürətini, malın adı vərəqinin sürətini çıxardıram. Adını dəyişirəm. Yığıram satıcı, enter. Burada yığıram satıcı. Avtomatik diaqramın adı da dəyişir. Keçirik analiz tabına və burada pivot cədvəlinin adını dəyişirik. Belə. Və bizdə qalır burada kateqoriya xanasını satıcı xanası ilə əvəz edək. Gətiririk satıcı xanasını bura. Malın adı isə çıxardır. Və demək olar ki, artıq pivot cədvəlimiz hazırdır. Amma bu iki pivot cədvəlindən fərqli olaraq biz burada xətti diaqram yox, dairəvi diaqram istifadə edəcəyik. Onu yaratmaq üçün iki üsul var. Birinci, bu diaqramı silirik. Klaviaturadan delete düyməsini basırıq. Keçirik insert stavka tabına və buradan diaqramlarda kruqavoy, yəni dairəvi diaqramı seçə bilərik. Amma onun ikinci variantı da var. Yəni seçirik bu diaqramı, keçirik konstruktor tabına və buradan izmini tip diaqramı, yəni diaqramın tipini dəyiş əmrini seçirik. Həmin pəncərə açılır və burada lineage'dir, yəni xətti diaqramın əvəzinə kruqavoy, yəni dairəvi diaqramı seçirik və onun alt tipi var, kalsivoy. Belə. Bir diaqram seçirik, OK düyməsini basırıq. İndi gəl bu diaqramı bir balaca dəyişək. Tutalım ki, burada yazılar yerləşdirmək istəyirik. Müsbət işarəsini, yəni plus işarəsini basırıq və buradan podpisi danlıq. Görürsünüz, həmin rəqəmlər görsənir. Burada olan rəqəmlər burada görsənir. Yerləşdirdik. İndi tutalım ki, biz istəyirik ki, burada məbləğ yox, yəni faiz dərəcəsini göstərsin, yəni payı göstərsin. Hər satıcının nə qədər payı var. Burada görürsünüz, 673.000 ümumi satış var, Əlzadıda 303.000 var. Bu təxminən 50% burada eləyir 336-37 manat. Olacaq arası 45-46%. Gəl görək onu necə burada göstərmək olar. Seçirik diaqramı. 2 dəfə bu ədədi seçirik. İstənilən bir ədədi seçmək olar, fərqi yoxdur. Belə bir bizə mane olur, bunu bağlayaq. Belə bir pəncərə açılır. Format podpisi danlıq. Yəni bax, bu işarədir. Əgər belə açılsa, tutalım ki, sizdə bu işarəni basırsınız, açılır. Əgər parametr podpisi, yəni imzanın parametri bağlıdırsa, buradan bu işarəni basırsınız, həmin bölmə açılır. Burada görürsünüz, naçeniyə, yəni nəticənin qabağında quş durur. Ona görə bu nəticələr görsənir. Buradan quşu yığışdırırıq, nəticələr yox olur. Payı göstərmək istəyirsə, faizi göstərmək istəyirsə, burada dolly, yəni pay işarəsini göstərir və görürsünüz, faizlər göstərir artıq. Rəqəmlər yox, görürsünüz, 45%. Əgər satışların adlarını da burada görmək istəyirsinizsə, burada yazırsınız İV kateqoriya, yəni burada bir dənə quş qoyursunuz. Həm satıcının adı görsənir, həm onun payı görsənir. Belə qoyursanız, həm pay görsənir, həm ad görsənir, həm də ki, ümumi məbləğ görsənir. Necə istəyirsiniz, elə də eləyə bilərsiniz. Mən nəticəni götürdüm, payla
satıcının adını, soyadını saxladım. Sonra burada nə etmək olar? Deyək ki, bax bu dairəni azaltmaq olar. Bax seçirsiniz. Belə bir pəncərə açılır və burada dairəni azaldırırsınız. Bax fikir verirsiniz, şəkildə dairə azalır. Deyək ki 30% eləyək. İstəyirsiniz bu oxlarla azaldınız, çoxaldınız. İstəyirsiniz buradan özünüz belə qoyub silib 30%-i deyək ki 29 yığa bilərsiniz. Bax belə enter düyməsini basdınız. Bundan sonra tutalım ki bu dairəni böyütmək istəyirsiniz. Dairənin üstündən, ortadakı dairənin üstünə bir dəfə basırsınız. Belə bir dörd bucaq əmələ gəlir. Tutursunuz bu bucaqlardan biraz dartdınız yuxarı. Biraz çox oldu, belə eləyək. Biraz da dartmaq olar aşağı. Bax belə. Görürsünüz, belə də alındı, belə də alındı. Və dairəmiz böyüdü. Diaqram artıq görürsünüz, biraz böyüdü. Sonra burada nə etmək olar? Deyək ki, bax bu xəttlər yoxdur, sərhədlər xətti. Bunun yoğunluğunu, rəngini dəyişmək olar. Basırsınız burada qranitli sərhəd. Burada rəngi seçə bilərsiniz. Deyək ki, qara rəng seçək. Bax belə qara rəng. Qara rəng. Bax belə. Yoğunluğunu burada seçə bilərsiniz. Gəlin 2 götürək. Və müəyyən bir başqa dəyişikliklər eləyə bilərsiniz. Mən heç nə eləməyəcəyim, bu bəsdir. Bax belə. Görürsünüz, həm çərçivəni dəyişdik, həm arasında olan xəttləri dəyişdik. Bundan sonra zalivka, yəni rənglə doldurmaq eləmək olar. Keçiriz bu bölməyə. Niyə zalivki? Splashnaya zalivka fikir verirsiniz. Necə dəyişir? Görürsünüz, buradan seçmək olar bəzəyi. Yaxud da qaytarız köhnə variantına. Yəni burada oynaya bilərsiniz. Yəni hansı variant sizə xoşdur, o variantı da saxlaya bilərsiniz. Amma ümumən artıq 3-cü pivot cədvəlimiz də hazırdır. İndi keçirik interaktiv panelə. Bir dənə vərəq yaradırıq. Adını dəyişirik, dashboard. Belə. Bu setkanı yığışdırırıq. Bu bizə lazımdır, bağlayırıq pəncərəni. Setkanı yığışdırırıq, keçirik view tabına və burada setkanı yığışdırırıq, quşu yığışdırırıq və setka yox olur. Ağ rəqəmi başqa bir ağ fonu başqa bir fondan əvəz etmək olar. Gözü yormasın. Deyək ki, burada boz rəngi seçmək olar, belə olsun. Yaxud da mavi rəngi seçmək olar, belə. Bunu da elədik. İndi bütün pivot cədvəllərini, 3 dənə bizdə pivot cədvəlləri var, gətiririk bura. Seçirik kateqoriyanı, Ctrl-C klaviaturadan yerləşdiririk bura bir yerə. Gəliz mən bu A xanasını bir balaca, A sütunu bir balaca böyüdüm. İndi başa düşəcəksiniz nəyə görə eləyirəm. Bunu biraz gətirim. Deyək ki, bura. Belə. Keçirik. Kateqoriyadan malın adına seçdik. Burada yerləşdiririk. Belə deyək. Burada yaxınlaşdırırıq. Burada bir şey yadımızdan çıxdı. Satıcı olanda burada kateqoriyanı satıcı ilə əvəz eləmək lazım idi. Satıcı. Başlığı qoyaq satıcı. Satıcı. Bax belə.
İndi seçirik bu diaqramı. Yerləşdiririk burada. Belə. Artıq pivot cədvəlləri hazırdır və dashboard vərəqində bir yerdə yığılıb. İndi keçirik istənilən bir pivot cədvəlinin vərəqinə və burada dilimləyiciləri yaradırıq. Keçirik tutan kateqoriya vərəqinə, keçirik pivot cədvəlinin içinə, açırıq analiz tabını və burada vstavit srez, yəni dilimləyiciləri yarat. 3 dənəsini yaradırıq. Malın adı, kateqoriya və satıcı. Bizdə artıq 3-cü seçilib. 2-cini seçmək üçün klaviaturdan Ctrl düyməsini basırıq və muşqa ilə sol düyməsini bura basırıq, sonra bura basırıq. Və klaviaturdan Ctrl X düyməsini basıb bu dilimləyiciləri yaddaşa göndəririk və burada dashboard vərəqində yerləşdiririk. İndi birinci dilimləyicini, yəni kateqoriyanı yerləşdiririk bura. Bunun üçün böyütmüşdüm A sütununu. Bunu yerləşdiririk bura. Belə deyək ki, baxırıq ki, bunun eni nə qədərdir. Parametri 4,18 santı və bu iki dilimləyicinin də enini 4,18 eləyirik. 4,18. İndi malın adını da artırıq bura və satıcını da artırıq bura. Satıcını biraz balaca eləmək olar. 5 dənə satıcımız var belə. Və axırıncı ştrix. Bu 3 dənə dilimləyicini bu 3 dənə pivot cədvəllərini birləşdirmək lazımdır. Bir əməliyyatla bunu yerinə yetirmək mümkün deyil. Ona görə bir-bir eləyirik. Artıq 3-cü dilimləyici seçilib. Sağ düyməni basırıq. Və burada podключение к отчетам, yəni hesablara qoşul. Bütün hesablara qoşulduq. İndi ikincini eləyirik. Və üçüncünü eləyirik. Artıq bizdə dashboard hazırdır. Gəl indi yoxlayaq. Deyək ki, baxaq kompüter satışına. Seçdik və o satışı göstərir ki, nə qədər kompüter satışı olub, hansı kompüteri satılıb. Gəl indi ağıllı cədvəldən bütün bu dashboard ağıllı cədvəl üzərində qurulub. Baxaq görək. Elədir. Görürsünüz kompüter satışı 80.000-dən biraz çox olub. Burada gəlirik bura. Filtrasiya edirik kompüteri. Və görürsünüz 82.232. Kim satıb? Əliyev, Əlizadə, Həsənli, Vəliyev. Yəni 4 nəfər satıb. Vəliyev, Həsənli, Əlizadə və Əliyev. Baxırıq bura. Görürsünüz 4 nəfər satıb. Ən çox satan da Əlizadədir. 57%. Baxırıq bura. Görürsünüz Əlizadə. Ümumi cəm burada 32.000, 45.000, hardasa 47.000-ə yaxındır. Yəni bunlarda isə azdır. Və görürsünüz Əlizadənin faizini göstərir. Hansı kompüterlər satılıb? Dell, HP, Lenovo, Samsung. Dell, HP, Lenovo, Samsung. Başqa mala baxmaq istəyirsiniz, filtr buradan yığışdırdınız. Tutalım ki, notebooklara. Tutalım ki, yalnız Apple-ə. Və yalnız Əliyev. Və o saat məlumat burada görsənir. Deyə bilərsiniz ki, burada da bunu eləmək olar. Tamamilə haqlısınız, burada da eləmək olar. Amma burada hər dəfə gərək filtr qoyasınız, təzədən filtr buradan yığışdırasınız, təzədən başqa filtr qoyasınız. Burada isə kifayət ki, bir dəfə bura bastınız, sonra bir dəfə bura bastınız, sonra bir dəfə bura bastınız və məlumat görsəndi. Filtrləri yığışdırmaq üçün bir dəfə bura basırsınız, bir dəfə bura basırsınız, bir dəfə bura basırsınız
və filtrlər yığışır. Başqa şeyə baxmaq istəyirsiniz, skaner, Epson, Həsənli. Yığışdırdınız, bütün satıcıların satışır. Ona görə də buna interaktiv panel deyirlər, yəni dashboard. Və qısa bir zamanda istənilən bir məlumatı yaratdığınız bazadan burada baxmaq olar. Bununla bugünkü dərsimiz yekunlaşır. Bugünə bu qədər. Təşəkkürlər.